Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. OTV-nin xüsusi gündəmindəsiniz. OTV-nin xüsusi gündəminin bu dəfəki qonağı filosof, yazıcı Əlisan Nicatdır. Əlisan Nicatla bu dəfə maddi durumundan, ailə vəziyyətindən, qayğılarından danışmışıq. O, bizə müsahibəsində ölkə başçısına, Prezident İlham Əliyevə də müraciət ünvanlayıb. İndi isə Əlisan müəllimlə söhbətimizi sizinlə bölüşmək istəyirik. Buyurun. Əlisan müəllim, ailə vəziyyətiniz, maddi durumunuz necədir? Ürəkaçandırmı? Ürəkaçan deyəndə Allahın köməyi yaşayır. Yəni günlə Allah'ın təsəvvür edin ki, neçə gündür məsələn ət yemirik də. İndi toyuq nisbətən köhnə toyuqlar ucuz olur. Onda dadı olmur da. Buzlu toyuqlardır. 10 manata. Onu məsələn. Amma ət ki qalxıb indi 25 manat, 30 manatdır. Yemirik. Bundan təsəvvür elə ki, bir ay, neçə aydır bəlkə də ət yemir, ət həsrət. İndi təsəvvür elə ki, nə vəziyyətdəyəm, necə dolanırıq. Allah ümumiyyətlə məni necə ki məni məsələn 5 özüm günahımla və başqalarının günahı sayəsində heç olmasa bir 10 dəfə zəhərlənmişəm. Hər dəfə necə Allah məni qoruyur, saxlayır. Allah bunu başqa cür adlandırmaq mümkün deyil. İndi də Allah dolandırır. O bir pritçə yazmışam. Sizdə demişəm onu. Həmin pritçə həmin Allah sayəsində. Allah da belə edir ki, mən varlı, dövlətli, bolluq içində yox. Elə sadəcə bir təhər yaşayım. Və onun sayəsində də, Allahın sayəsində də bir təhər yaşayırıq da. İnşallah avqustda 90 yaşım tamam olur. Və sizi də dəvət edirəm, gələsiniz. İnşallah. Əlisan müəllim, sizin ailə üzvlərinizin də səhv eləmirəmsə vəziyyəti o qədər yaxşı deyil və barədə danış. Bəli, bir ailə üzvünün biri ağır xəstədir, müalicə olunur yavaş-yavaş. Bundan başqa danışmaq istəmirəm. Nəvənizin də deyəsən səhət. Belə də müalicə olunur da indi. Ümid var ki, müalicə olunur. Ümumiyyətlə, bax, mən bilirəm ki, ağır xəstəliklərin müalicə dərman pulu ağırdır. Ümumiyyətlə, müraciət eləmisinizmi ki, dövlətə, aidiyyatı qurumlara ki? Yox, heç var. Yəqin ki, siz bir dəfə onu yazmışdınız, yəqin ki, onu oxuya bilənlər orada, amma hələ heç kimdən, heç bir elə bir zat yardım olmuyor. Bir dəfə dekabrın 20'sində bir qız uşağı zəng verdi. O müəyyən qədər, dedi, sizdən nə gizlərim, dedi, 500 manat. Sağ ol. Balaca bir qız uşağı danışırdı. Görünür evdə veriblər o qız uşağına, sən danış. Dedi, Əlisan müəllim və belə, siz ünvanı deyin, kart nömrünüzü falan. Dedim, bala, axı sən demədi heç kim. Və kart nömrəmi göndərdi, gördüm dekabrın 20'sində 500 manat pul göndərir. Elə onun sayəsində biraz yaxşı yedir, içdir, zad oldu, lazım olan bazı şeyləri zad oldu. Axırıncı o olub. Müraciət ancaq prezident təqaüdü ilə bağlı. Başqa heç nə. Prezident təqaüdü ilə bağlı doğrudan müraciət eləmisinizmi, eləmək istəyirsinizmi? İlham müəllimə 3 dəfə məktub yazmışam. Mən elə bilirəm ki, o məktublarda heç olmasa o məktublar barədə məlumat sözsüz ki, çatdırırlar da. İndi Əlisan Nicat indi nədir? Hər halda ikinci Əlisan Nicat yoxdur da. O müxalifətdə də olsa o Ərəstun orucunun bir çıxışı olub. Eşitmişsiniz ya yox, mənim baramda heç bir tanış deyirik, heç bir əlaqəmiz olmayıb. Amma o danışdı da mənim baramda Əlisan Nicat kimdir, o dedi. O demişkən dedi, ikinci Əlisan Nicat yoxdur Azərbaycanda və heç olmayacaqdır. Belə bir şeydir. İndi bilmirəm mənim varlığımdan prezidentin xəbəri var, yox, mənim dolanacağından yox. Amma 3 dəfə məktub yazmışam və heç bir şey, o məktublarda heç bir şey xəbərim çıxmıyor. İndi hətta belə qərara gəlmişəm ki, 4-cü dəfə müraciət edib, yenə məktub yazım ki, ay hörmətli prezident, axı kimlərə sən verməmisən? Da elə adam qalmıb ki,
heç ehtiyacı olmayanlara belə o təqaüdü verirsə, nə olar? Mənə də ver. Mənə də bu qoca 90 yaşımda bu təqaüdü mənə də ver. Mən də mən də o nə tələb edirsə və mən də o əməl eləməli olaram da o tələblərə. Müəyyən qədər imkanım daxilində mən də o tələblərə əməl etməli olaram. Əlsan müəllim, ümumiyyətlə sizin axır vaxtlar kitablarınız çap olunurmu? Gəlirləriniz, yəni yaradıcılıqdan gəlirləriniz varmı, mövcuddurmu? Yox, yaradıcılıqdan yoxdur. Amma kitablara gəldə bu günahkar bizim Üzeyirdir. Bu 33-cü cild, 32 cildim çıxıb. 33 də hazırlaşıb. Bu çox maraqlı cilddir, qeyri-adi cilddir. Burada bütün xalqların taleyi, İngilislər niyə belədir bugün, necə olub? Almanlar niyə belədir, səhvləri nədir? İngilislərin səhvləri tarixdə böyük nədir? Yaponların faciəsinin böyük nədir səbəbi? Bir dənə ada üçün Rusiya ilə qırğın qiyamətdədirlər. Halbuki Yaponiya bütün Asiyanın sahibi ola bilərdi. Xalqın axmaq dövrü olub. Hər xalqın həyatında müsbət, mənfi, axmaq dövrlər olub. Belə bir cild hazırlanır, həyatın tarixi. Eyni zamanda yer üzündə həyat necə yaranıb, həyatın mənası nədir? Allah necə olub bu həyatı yaratmağa məcbur olub? Necə canlılar yaradır? Neçə növ insanlar olub? Niyə hamısı qırılıb? Bir növ qalıb, Homo sapiens adlı bizim bu indiki yaramaz insan növü qalıb. Bu insan növünün 1% ləyaqət sahibidir. Qalan 99% isə həşarat kimi, qoyun kimi məxluqlardır. Buna görə belə bir cildə, hamı 33-cü cilddə. Həman bu Üzeyir söz verib eləmir, amma yazmır, qalır, yubanır. Başqa mənim çap olunmamış kitablarımın sayı-hesabı yoxdur, əsərlərimin. Amma da çap elətdirə bilmirəm də çətin. Əl yazmalarınızı harda saxlayırsınız? Kim qoruyur, kim saxlayır? Heç gün özümdə yanında yığmışam, bağlamaları bağlayıram, qoyuram burada, qalır. Mənim otağımda qalırdı, otağımda hamısı qalır. Ümumiyyətlə indiyə qədər, daha doğrusu çap olunacaq nə qədər əsəriniz var? Çap olunacaq təxminən bir 32 cildi çıxıb, bir təxminən 25 cilddə var. 25 cilddə var. 25 cild var, hazırdır. Hazırdır, bir 50-55 cild əsərlərim hazırdır. Bu mənada da, Azərbaycanda bu mənada da yeganə adamam da. Amma hamısını, əlbəttə, hamısını. Əlsan müəllim, təşəkkür edirəm sizə, dəyərli vaxtınızı bizə ayırdığınız üçün, minnətdaram. Hörmətli tamaşaçılar, kanalımıza abunə olmağı, bəyənməyi də unutmayın. Sağ olun, salamat qalın. Sağ olun. Belə hörmətli tamaşaçılar, daha bir verilişin sonuna gəldik. Ümid edirik ki, Əlsan müəllimin növbəti müsahibəmizdə bütün problemləri həll olunacaq və 90 yaşlı yazıçımız gələn söhbətimizdə bizimlə daha qayğılardan danışmayacaq.